Salam, sizi salamlayıram doğma Azərbaycan xalqım. Yani Azerbaycan. İki kəlmə söz deyəcəm. Mən istəyirəm ki, bütün dünyada sülh olsun və sənin haqqına mən heç haqq girə bilmərəm. Ona görə 12 pay Azerbaycandan sənə. Yani bütün elimde dostluk olsun, beni seven ve yosunlar kilitli, o yirmi pay vereyim. Öncə hər zaman söylədiyim kimi xanım sözü bir brenddir və bunu hər Azərbaycanlı qızı daşıya bilmir. Bu Azərbaycanlıya demək olarmı Azərbaycan xanımı? Ümumiyyətcə, sən kimsən ki, Azərbaycanın adından danışırsan və Azərbaycan xanımına bir erməni qucaqlamaq olarmı? Və ümumiyyətcə bir sualım da var. Azərbaycan şəhidinin qəbrini və yaxud anasını qucaqlamısanmı?